quruluşuna diqqət çəkirlər. Təbii amillərdən əsasən ərazini təşkil edən süxurların tərkibi, yəni bildiyimiz kimi Abşeron yarımadası yuyulmaya davamsız süxurlardan, əhəng daşlarından təşkil olunub və bu səbəbdən burada sürüşmə prosesləri aktiv gedir. Ümumiyyətlə, Abşeron yarımadasında tək süxurların tərkibi deyil, sürüşmə proseslərinə təsir edən həm tektonik aktivlik, həm intensiv yağıntılar, həm də qrunt sularının səthə yaxınlığı, su keçirməz layla su keçirməyən layın növbələşməsi nəticəsində bu proseslərin aktivləşməsi ilə seçilir. Digər tərəfdən Abşeron yarımadasında sürüşmə təhlükəsi olan zonalar Zığ 1, Zığ 2, Badamdar, Bayıl və Masazırdır. Bununla yanaşı, Hazırda ərazisində olduğumuz Əhmədli Muldasında yerləşən Günəşli yaşayış massivindəyik və bu ərazi sıx yaşayış məskənidir və burada evlərin sıx yerləşməsi, kanalizasiya sistemlərindən sızan sular, həmçinin ağır yük maşınlarının hərəkəti ilə sürüşmə təhlükəli əraziyə çevrilmişdir. Ekspertlər bildirirlər ki, sürüşmə riskinin azaldılması üçün yaşayış məntəqələrində maliyyə amaclarda bəndlərin salınması, drenaj sistemlərin yenilənməsi və ağacların əkilməsi, eyni zamanda monitorinqlərin aparılması mütləqdir.